Salam əziz Cəlilabadlılar, sizə Cəlilabadın arxa yol deyişdə qəbirstanlığın arxa tərəfi izləyicilərə təqdim edək. Gördüyünüz bu obyekt və 2 mərtəbə ambar icarəyə verilir. Həyətində sanitar qovşağı, hamamı, çənik, kommunallar qaydasında da obyektimizi izləyicilərə təqdim edək. Yol üzrə eni 13 metrdir. Obyektimizin daxilinə keçid edək. Obyektimizin daxili təmizlidir, 2 otaqlıdır. Və buradan qapını açmamışıq, amma izləyiciyə biraz təqdim edək. Və buradan da arxanı təqdim edək izləyicilərə. Baxa bilərsiniz. İzləyiciyə təqdim edək arxa tərəfin. Və gördüyünüz ambardır. Keçid edək mağazamızın içərisi ilə 2 mərtəbə ambarımıza. İcarə ilə bağlı sahibinin nömrəsini səsləndirəcəm. Özü ilə əlaqə saxlayıb qiyməti danışa bilərsiniz. Qiyməti yəni mən bilmirəm, mənə sual verməyin. Birinci növbədə izləyicilərə sanitar qovşağı, hamamı təqdim edək. Təmizlidir. Baxın əziz izləyicilər, bura hamamıdır. Bura isə sanitar qovşağıdır. Sanitar qovşağı da təmirlidir. Keçid edək ambarımızın birinci mərtəbəsinə. Baxın, ambarımızın birinci mərtəbəsidir. Birinci otaq təqdim et. Keçid etmək içəri. Uzaqdan təqdim et. Və burada ikinci otaqdır. Bura isə bura. Üçüncü otaqdır və burada otaqlar iç-içə də giriş var. Gəl belə çıxaq otaqların içərisi ilə. Əziz izləyicilər, keçid edirik ambarımızın ikinci mərtəbəsinə. Pilləkənləri pillə-pillə keçid edirik. Təmirlidir. Və bura ikinci mərtəbədir. Belə ev kimi də istifadə edə bilərsiniz. Məsələn, ambarla bağlı işlər görürsə, bura yaşayış kimi istifadə edə bilərsiniz. Birinci otaq aşağının proyektindədir. İndi içərilə keçid edirək, izləyicilərə təqdim edirəm. Burada həmçinin 3 otaqdır. Haradasa aşağıdakı 13-in 5-ədir. Burada 12-nin 6-ya 7-ədir. Qiymətlə bağlı keçid edirik. Ətraflı izləyicilərə obyektimizi təqdim edirik. Və ətraflı izləyicilərə təqdim et. Obyekt sahibinin əlaqə nömrəsini səsləndirəcəm. Özü ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. İcarəsi ilə bağlı, qiymətlərlə bağlı 050 458 34 06 əlaqə saxlayın, ətraflı məlumat alın. Diqqət üçün minnətdarım. Videolarımızı kaydedin, paylaşın, bizə dəstək olun.